mənimlə şübhəm yoxdur. Yəni səni tanıyanlar hamısı bilir. Və illərin dostuyuq. Mən onu sənin özümə də demişəm. Mən Bakıya təzə gələndə 88-ci ildə rayon oxumağa başqaydı, Bakı oxumağa başqaydı. Gəldim, məni Allah rəhmət eləsin, Akif gəldi ki, Rühangiz Allahverdiyevlə bir toyda və Krasavçıq Vaqif var idi. Gəl bax, örgün bunlara kampaniya Bakıda nətər olur. And olsun Allah'a, mən onda bir oxumaq gördüm bu Rühangizdə. Dəli olmuştum ki, insan nətər oxuyan, insan necə toy aparar. Mən sizi o gündən bu günə qədər sevdim. Həm sənətinizi, həm də özünüzü. Xahiş edirəm Rühangiz xanım üçün, gürültülü bir almışlar gəlsin. Yemək nazım yemək yedik, bu maraqlıdır. Ona görə səni çox istəyirəm. Sənin mən yox, hamı çox istəyir. Çünki sən həqiqətən xanım kimi, gözəl xanımsan, sənətçi kimi də sözünü demiş sənətsin. Səni təbrik edirəm, öpürəm, bağlama basıram. Tamada qardaşlar dedi, söz sənə verilirlər. Aparıcı ol, yaxşı, aparıcı ol. İndi icazə versən də mən də çıxıb oxuyarım. Nəysə demək istiyorum. Yox, olsun istəyirsiniz. Bir mahnı olsun, sonra yenə də. Mən orada mənə stol qoymuşlar, dedim, mən bir şeyləri sevmirəm. Mənə saygı dəyər verən insanların yanında olmalıyım. Ona görə, bax, sevmir. Demək qocalığa doğru gedir. Qocalma Rühangiz, qocalma yəni. Ruhları oyadır, səsin səhnədə. Ürəyim titrəyir, hər bir nəğmədə. Sənsiz həyatım nə mənası, nə də. Qocalma Rühangiz, qocalma.